Bu ilin 11 ayında Xaçmaz Reabilitasiya Mərkəzində əlilliyi olan 5000-dən çox şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Xaçmaz Reabilitasiya Mərkəzinə təşkil edilən mediaturda məlumat verib. Bildirilib ki, müasir tibbi reabilitasiya avadanlıqları ilə təchiz olunan 14 çarpayılıq mərkəzdə əlilliyi olan şəxslərin, eləcə də 44 günlük vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin tibbi, sosial, psixoloji reabilitasiyası həyata keçirilir. Müəssisədə müalicəvi bədən tərbiyəsi, fizioterapiya, müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped, əmək terapiyası və digər istiqamətlərdə xidmətlər göstərilir. Qeyd edək ki, agentliyin tabeliyində ümumilikdə 17 reabilitasiya müəssisəsi fəaliyyət göstərir və həmin müəssisələrdə bu ilin yanvar-noyabr aylarında əlilliyi olan 130 min şəxsə reabilitasiya xidmətləri göstərilib.